Assalamu alaikum. Değerli dostlar, değerli mənim izləyicilər. Aprel ayı 3-ü 2025-ci Aklon olması günü gəlib düşür bizim əlimizə. Ya Allah, Aklon məndən böyük. Gücüm çatmır. Qocalmışam. Gördünüz ki, bölgə balığının doğranması və pişməsini sizə göstərəcəyim. Ya Allah, başladı. Birinci başını kəsirik. Onun başı. Değerli dostlar, değerli izləyicimiz, gördüğünüz kimi o balığın, bölgə balığının başı kəsildi, farellərdir. Belə farelliyəndən sonra doğrama hissəsi doğramışıq. Və yenə doğrama prosesi davam edir. Harca bir torsun, belə də bir kusoku 70 qramdan doğrayırsınız gedir. Və pişəndən sonra da sizi də göstərəcəyik. Qaymaq. Əlimizə taxtığımız əlcək indi bəzi tamaşaçılar deyəcək rabotça əlcəli, düzdür. Ona görə biz məcburuq bu əlcək taxmaq ki. Balıq elə bir şey ki, adam əlin didik, dağıdır. Ona görə. Görüşmə ümidinə. Eşq olsun, Elşad Usta. İndi inşallah pişəndən sonra mangalda pişib çıxandan sonra da sizə göstərəcəyik servisini. Assalamu alaikum değerli izləyicilər, değerli yoldaşlar. Hal-hazırda gördüğünüz kimi o həmin balığın, bölgə balığın doğradıq, soyduk və şişləmə prosesi gedir. Bu da bizim bölgə balığımızı siz masqalanmışsınız. Bizim üstotun necə lazımdır. İnşallah şişləmə prosesi gedir və pişəndən sonra da görəsiniz. Görüşmək ümidinə. Assalamu alaikum değerli mənim izləyicilərim. Hamınızı salamlayıram. Gördüğünüz kimi o həmin bölgə vardı, böyük bölgə. Yekəbaş bölgə, onun pişirib prosesi gedir. Bu da onun sonu. Əlimdəki o böyük bölgə. Bax, o həmin balıqdandır. Balığın hissəsinə baxın.